İndi isə ən böyük stend BMW klassikadan tutmuş ən müasir avtomobilinə qədər Beijing Auto Show. iX3 Flow Edition və BMW X7. Çox gözəl, möhtəşəm maşın. Təbii ki, pulu olanlara. Mən nəyə görə həmişə deyirəm ki, bizim üçün Audi və Volkswagen daha uyğundur. Bu demək deyil ki, BMW pisdir. Sadəcə BMW həddindən artıq lüks və bahalı bir avtomobil olduğu üçün Azərbaycanlılar üçün deyil. Yəni biz bunu kütləvi alıb sürə bilmirik. Bəli, işlənmiş alırıq və işlənmiş alanda da bilirsiniz də, qardaş bu maşın niyə belə bahadır, qardaş bu maşın niyə belədir kimi suallar olur. Maşınların hamısı xarab sürülür və yeni BMW 7 seriyası. Möhtəşəm avtomobil. İçindəki televizoru görürsünüz. Avtomobili ön hissədən sizə göstərmək istəyirəm. Sanki brilyant kimi bir faraları var avtomobilin. Yəni yəqin ki, özəldir. Təbii ki, o haqqda məlumat verə bilməyəcəm. Çünki bu avtomobil yeni çıxıb. Zamanla bəlkə məlumat verə bilərəm sizin üçün. Təbii ki, bu kütləvi şəkildə alınacaq bir avtomobil deyil, amma yenə də sevənlər üçün, arzusunda olanlar üçün çəkirəm bu cür. Bu isə 740L möhtəşəmdir, sözün əsli mənasında. Bu il bu Kitayda, Beijingdə təqdim edildi. Premyerası burada oldu. Möhtəşəm, sözün əsli mənasında. Bilmirəm, diqqət edirsiniz ya yox. Bəlkə də ən çox stendində adam olan avtomobil BMW-dir. Yəni hətta çəkmək mənim üçün çətindir. Xanım məlumat verir, onun üçün özəl çəkənlər var. BMW X5. Bu da növbəti konsept avtomobil. Sözün əsl mənasında bir şahesərdir. Səhv eləmirəmsə bu avtomobildən çox az istehsal olunacaq və avtomobilin inanılmaz bahalı bir qiyməti var. Bir neçə 100.000 avrodur, səhv eləmirəmsə qiyməti. Və təbii ki, BMW XM Kitay balaları oturub içində avtomobili test edirlər. Uşaqlıqdan hamının bir BMW sevgisi olur, təbii ki. Bu da möhtəşəm bir avtomobildir. Yenə də deyirəm, BMW stendinə demək olar ki, girmək olmur. Avtomobillərə oturmaqdan ötürü hamının növbəsi var. Gərək növbəni gözləyəsən. Çox çətin olur BMW.